Dostlar salam, hər vaxtınız xeyir olsun. Sizə bir həyət evi çəkib təqdim edirəm. İlk öncə evin panoramasını sizə çəkib təqdim etdim. Evin qarşısı tam açıqlıqdır, gözəl panoraması var. Masazırdayıq. 2 mərtəbədən ibarətdir. 2-ci mərtəbədən çəkilişə başladıq. Gözəl bir həyət evidir. Yerləşmə yeri çox yaxşıdır, hündür, gözəl ərazidir. 2-ci mərtəbəyə qalxan pilləkən. Evimiz 4 otaqdan ibarətdir dostlar. Burada yerləşir 2-ci yataq otağı. Olduqca zövqlə təmir olunub. 4 bir tərəfi cüt daşda inşa olunub dəyərli izləyicilər. 3 otaq 2-ci mərtəbədə yerləşir. Hər 2 mərtəbədə sanitar qovşağı, sanuzel mövcuddur. Müasir usulla inşa edilib, zövqlə təmir olunub. Videonu axıra qədər izləyin dostlar. Bütün məlumatlar video daxilində deyiləcək. Dostlar, biz qayıtdıq evimizin həyətinə. Xudmani belə həyəti var. Gördüyünüz kimi evin çölü ilə sizi tanış edeyim. Belə bir görünüşü var evimizin. Maşın daxil ola bilir. Zirzəmisinə buradan keçmək mümkündür dostlar. Qeyd etdiyim kimi hündür ərazidir və 1-ci mərtəbənin sizinə təqdim edim. Burada mətbəxi yerləşir dostlar. 1-ci mərtəbə qranitli və istipolla təchiz olunub. Bu hissədə sanitar qovşağı, sanuzel və qonaq otağı. Ümumilikdə 4 otaqdan ibarətdir. Baxın, belə bir evdir. Qiymət açıqlama bölməsində qeyd olunacaq. Pilləkən altında artıq əşyaların yığılması üçün yer yaradılıb. Ətraflı məlumat əldə etmək istəsəniz bizimlə əlaqə saxlayın. Bugünlük bu qədər, sağ olun.